Salam. Heç ağlınıza gəlibmi ki, evladınızın dərslərindəki uğurunun açarı elə onun o balaca məktəb çantasında gizlənə bilər? Bilirəm, ilk eşidəndə biraz qəribə səslənir. Amma bugün biz məhz bu kiçik detalın əslində nə qədər böyük fərq yarattığını birlikdə görəcəyik. Bəli, heç də səhv eşitmədiniz. Bax bu cümlə əslində bütün məsələnin canıdır. Bəzən ən böyük dəyişiklikləri ən xırda, ən gözə görünməz detallarda axtarmaq lazımdır. Və bugün biz o detalların bəlkə də ən vacibini üzə çıxaracağıq. Yaxşı, bəs nədir bu sir? Söhbət uşağın sağlamlığı, dərsdə fikrini toplaya bilməsi və məktəbdə atışdırdığı o qəlyanaltılar arasındakı möhkəm bir bağdan gedir. Məsələ sadəcə qarın doyurmaq deyil, yox. Bu, birbaşa beyni və bədəni düzgün qidalandırmaqdır. Bəs bu uğurun açarı olan o sirli element nə imiş? Məhz bu, zink. Yəqin ki, adı çoxumuza tanış gəlir, amma onun övladlarımızın inkişafında oynadığı o inanılmaz dərəcədə vacib rolu bəlkə də heç vaxt tam dərk etməmişik. Bəs gəlin görək, bu kiçik elementin böyük faydaları nədir? Gəlin birlikdə anlayaq ki, zink böyüməkdə olan bir uşaq üçün niyə bu qədər həyata əhəmiyyət daşıyır? Çünki bunu biləndən sonra doğru seçimləri etmək daha asan olacaq. Deməli, birinci və bəlkə də ən vacib fayda, zink uşaqların immun sistemini, yəni bədənin müdafiə qalasını möhkəmləndirir. Bu nə deməkdir? Çox sadə. Güclü immunitet daha az xəstələnmək deməkdir. Uşaq az xəstələnirsə, dərslərindən də geri qalmır. Bax, məntiq bu qədər sadədir. Keçək ikinci əsas faydaya. Zink uşaqların fiziki inkişafında, boy artımında birbaşa iştirak edir. Həmişə deyiləri, sağlam bədəndə sağlam ruh olar. Bax, zink məhz o sağlam bədənin təməl daşlarından biridir. Və gəldik çatdıq məsələni birbaşa məktəbdəki nəticələrə təsir edən tərəfinə. Zink uşaqların dərs zamanı diqqətini cəmləməsinə kömək edir. Bilirsiniz də, fikri dağınıq olan bir uşağın yeni bir şey öyrənməsi nə qədər çətindir. Amma zink fokuslanma qabiliyyətini artırır və öyrənmə prosesini xeyli asanlaşdırır. Yaxşı. Bütün bu faydaları başa düşdük. Bəs biz valideynlər bu qədər vacib bir elementi övladlarımızın qidasına necə daxil edə bilərik? İndi gəlin niyə sualından necə sualına keçək. Çünki həll yolu düşündüyünüzdən də asandır. Ən gözəl tərəfi də odur ki, bunun üçün heç bir əziyyət çəkməyə ehtiyacı yoxdur. Övladınızın çantasına sadəcə bir ovuc balqabaq tumu, bir neçə dənə badam və ya balaca bir dilim bərk pəndir qoymaq kifayətdir. Baxın, hazırlamaq cəmi bir neçə saniyə çəkir, amma verdiyi fayda, dəyəri ölçülməzdir. Beləliklə yavaş-yavaş yekunlaşdırırıq. Gördüyünüz kimi, hər gün atdığımız o kiçicik addım, yəni çantaya qoyduğumuz o doğru qəlyanaltı, əslində övladımızın gələcəkdəki uğurlarının təməlini qoyur. Gəlin unutmayaq ki, biz övladlarımızın çantasına sadəcə yemək qoymuruq. Biz onlara sağlam vərdişlər öyrədirik, onların bütün gələcəyinə bir investisiya edirik. Bu, təkcə bugünkü dərslər üçün enerjidən qat-qat böyük bir hədiyyədir. Elə isə bütün bu məlumatlardan sonra ağlımızda bircə sual qalır. Bugün siz övladınızın çantasına nə qoyacaqsınız? Seçim sizində. Və unutmayın, bu kiçik seçim onun gələcəyi üçün düşündüyünüzdən daha böyük əhəmiyyət daşıya bilər. İzlədiyiniz üçün sağ olun.